show biznesdə yenə çal-çağır olacaq. Toya hazırlaşan məşhurlarımız kimlərdir? Mir Yusiflə Aygün Kazımova niyə üz-üzə gəldi? Müğənni Elxan Qaraxanoğlu'nun körpəsi ilə eksklüziv görüntüləri show məkanda. Emil Bədəlov həyat yoldaşına olan sevgisini necə sübut elədi? Hansı müğənni ana oldu? Bayramı xəstəxanada keçirməli olan məşhur kimdir? Son günlər adı ancaq qalmaqallarda hallanan Aygün bəylər eksklüziv xəbəri ilə show məkanda. Başqa söhbətlər eləməyəcək. Samir Piriyev həmkarlarını nədə günahlandırdı? Farmazonluqdur. Mən də getdim filan şey elədim. Samir Cavadzadə şəxsi həyatından show məkana nələri danışdı? Hər şey ola bilər, toy da ola bilər. Gənc müğənni Şölə özünə təqdimat mərasimi keçirdi. Artıq ilk o linki qoyanda, paylaşanda sosial şəbəkələrdə çox sevilmişdi mahnı. Nadir Qafarzadə hansı hərəkətinə görə oğlundan töhmət aldı? Anasına gəlib deyib ki, "Как папа не стыдно, hə?" Səbinə Babayeva isti xəbərləri ilə show məkanda. Mən Səbinə Babayeva show məkanda. Xarici show arenalarda yaşananlar, bu və digər xəbərlər show məkanda